Salamlar dostlar. Bugün sizlerle birlikte eFootball 2026'da sızdırılmış bilgileri sizinle paylaşacağım. İlk önce hansı futbolçular gelecek, GP'lerle alınabilecek mi? Onları hamısını bu videoda olacak. Bəli, şəkildə gördüyünüz kimi Diego Forlan, Given kimi bəzi oyuncular və qapıçılar oyuna gələcək və hamısı GP'lərlə alınacağı deyilir. Əslində bu 100% bilgi olmasa da, yəni doğru olduğunu deyə bilərəm. Əslində mən heç 100.000 GP olacağına inanmıram. Bəlkə 300.000, 500.000, 1 milyon olacaq. Amma bir şey var ki, GP'nin önəmini qat-qat artıracaq və daha çox oyuncu çarpma şansı olacaq. Bunun kimi bəzi şortları istəyirsinizsə kanala abunə olub bu şorta like atmağı unutmayın və sağ olun.